Mənim qardaşım fəxirli qardaş idi. Yüksəklərdə olan qardaşım, ad çıxartmışdı. Hamıya əl tutan qardaşım idi. Gərək belə olmayaydı, qardaşım üçün oldu. O bizim fəxrimiz idi, dayağımız idi. Anamın, atamın dayağı idi. Qisməti bura qədər imiş də. Biz neyniyək? Əlimizdən gələn budur. Həmin günü ailəsi, anam, mən görüntülü yığmışdı. Qardaşımı rəngi qarantulu idi. Can qardaş, şəkillər və qurban olum. Tanınan qardaşım laylay. Tanındı, fəxr olundu qardaşım. Can qardaş, ürəyim qardaşım. Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb. Xəbər verdiyimiz kimi, Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Azərbaycana gətirilib. Gəmi kapitanının cənazəsi doğulduğu Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə aparılıb və ailəsinə təhvil verilib. Və sabah saat 5 radəsində qəbul ziyarətini ediləcək birsün də 3-dür. Təbərəllahu vahnakum və əhsənə əzakum və rəhmə məvtakum. Allahümmə qıfir lil mu'min. Minhum vəl əmval. Ləkkə surətin mübarəkə. Ailəsi ilə son vida mərasimindən sonra kapitanın cənazəsi qəsəbə qəbristanlığına aparılaraq torpağa tapşırılıb. Əli İsmailoğlu kapitan, rəhmətə gedən kapitan Səmədin bibisi oğlu. Neçə ildir ki, dənizdə xidmət aparır? Səməd kapitan 15 ildən çoxdur dənizdə xidmət aparır. Bütün heyət də kimlərlə işləyib, hamı ondan razı olub. Heç kim ondan narazıçılıq eləməyib. Özü də heyətə qarşı istiqanlı olub. Heç vaxtı, kapitan olan vaxtı, heç vaxtı öz heyətin kiminsə ayağına verməyib. Nabarot özün verib qabağa ki, ona nəsə olsa, qoy heyəti sağ qalsın. Ailəsini düşünmürdü, uşağını düşünmürdü, atasını, anasını düşünmürdü. Bir dəfə də belə olmuşdu. Amma şükürlər olsun ki, onda sağ idi. Amma indi heç nə, əlimizdən heç nə gəlmədi. Son hadisələri mən o ilə danışdım. Bu hadisədən 2 gün qabaq mənə dedi ki, Ukraynada yox, limanda, Çornomorsk limanında yük vururuq. Dedim, özünüzdən ehtiyatlı olun. Atışmadır. Yəni, neçə dəfə özün görmüsən, orada olmuşsan, mən də sənlə olmuşam. Dedi, Allah kərimdir, yaxşı olar inşallah, darıxmayın. Siz özünüzdən müğayət olun. Mən ona dedim ki, Səməd, biz çöldəyik, biz qıraqdayıq. Biz özümüzdən müğayət olun, əsas siz özünüzdən müğayət olun. Dedi, Allaha təvəkkül, nə olar da ta gəlmişik. Onun səhəri belə bir səs çıxdı ki, belə olur. Bildirək ki, Atlas Bey gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsinin ölkəmizə yola salınmasında Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində həyata keçirilib. 14'ü hardasa saat 3. 4'ün yarısı mən bilirdim. Mənə xəbər vermişdilər ki, yəni gəmiyə raket düşüb, vəziyyət pisliyi bilinmir, sağdır, rəhmətə gedib, onu dəqiqləşdirə bilmirdilər. Bu kətdən də 2 nəfər ondan olub da, yəni o vaxtda? 3 nəfər olub, 3 nəfər olub. 4 nəfəri bu kətdən aparıb, biri başqa gəmdə, 3'ü öz gəmisi, öz yanında işlədirdi, çalışdırırdı. Evdədirlər onlar, yaxşıdırlar, onların heç bir ziyan törətməyiblər də, yəni. Kapitan öz yerində, yəni öz postunu atmayıb da, yəni. O da ki, pis məna daşıyır da, durub öz postunu atsın, o da. Amma öz işçilərin salı aşağı ki, düşün aşağı. Sabah. Bəli. Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritim şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.
Gəmi kapitanı Səməd Nəsrullayev həyatını itirib. اللهم اجعل العز عن جنبيه واسعد دينه اليك ولا تيه منك برحمه ربنا يا لمين ولا مسرد منا قبل وأجعلنا من المكرمين ما ونزلنا لهم من بعده من جند من السماء ما كنا نظلم إن كانت الله صيحة واحدة فإذا على الإقام موجاتهم من رسول الله قال به يستخدمون ألم يروا كما أهلكنا قبلهم من القرون أنهم ليس الله يأتون